Salam, hörmətli yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün Excel dərsi 1.1 Exceldə ilkin anlayışlar. Deməli, qısa bir video çəkmək istədim sizin üçün. Ümumilikdə biz Excel ofis proqramlarından birini hesab edirik. Exceldə elektron cədvəl proqramıdır, müxtəlif hesablamalar aparmaq üçün nəzərdə tutulmuşdur. Ümumi interfeysindən tanış olsaq əgər, yuxarı hissədə başlıq sətrini görürük. Digər ofis proqramlarında olduğu kimi başlıq hissəmiz 3 hissədən ibarətdir. Quick Access Toolbar, zərb müraciət paneli, yaradılan sənədin adı bookdur, yaradılan deməli sənədimiz hər bir ofis proqramında təbii ki dəyişir. Word-də bu dokument idi, PowerPoint-da deməli təqdimatdan ibarətdir, Excel-də də kitabdan ibarətdir. Sağ tərəfində isə proqramımızın adını görürük. Burada idarə etmə düymələri yerləşir. Menyularımız 7 menyumuz var. Ekranda görə bilirsiniz. Home, Insert, Peg, Layout, Formula, Data. Formulas və Data sırf Excel-ə aid olan deməli menyulardır. Ekranda da görə bilirsiniz. Deməli, ümumilikdə biz Excel haqqında müxtəlif videolar yerləşdirəcəm. Sizə də atacağım ki, qısa-qısa olsun və siz onları yaxşı öyrənə biləsiniz. Exceldə xana anlayışı var. Xana dediyimiz məsələ nədir? Ekranda görürsünüz bir xana. Xana ibarətdir sətir və sütunun kəsişməsindən. Xananın adı olur. Hər bir xananı adlandırarkən birinci növbədə sütun adı, sonra isə sətr adı gəlir. Sütunlar hərflərlə ifadə olunur. A-dan Z-yə 26 hərf var ingilis əlifbasında, ingilis əlifbasında ifadə olunur. Bəs 26-dan sonra nə gələcək? A-dan Z-yə qədər gəldikdən sonra artıq A və nəhayət AZ-də bitəcək. Sonra isə B A şəklində və nəhayət BZ-də bu qaydada gedəcək. Ən böyük sütunumuz XFD sütunudur. Sətirlərimiz isə rəqəmlərlə ifadə olunur. Rəqəmlər deməli, birdən başlayaraq nömrələnir. 1.048.576 dənə sətrimiz var. Bunu da yadınızda zəhmət olmasa saxlayın. Xananın adlanması burada görürsünüz. Namebooks hissəsindən. Məsələn, mən istədiyim xanaya ekran bir dəqiqə təmizləyim. İstədiyim xanaya keçid edə bilirəm. Məsələn, tutaq ki, yazıram. Tutaq ki, F4. F4 xanası, enter məni F4 xanasına aparmış olur. Namebooksun yanında formula bar yerləşir. Formula bar isə düstur sətridir. Biz xananın daxilində nə yazırıqsa orada görə bilirik. Məsələn, tutaq ki, yazıram. F4 xanasına yazacağım. Məsələn, kitab. Kitab yazısını biz F4-də görə bilirik. Məsələn, D3 xanasına yazıram, bərabərdir, 9 üstə gəlmək 8, cavab 17. Ümumiyyətlə, yadımızda saxlayırıq ki, hesablama apararkən mütləq və mütləq şəkildə bərabər qoymaq lazımdır. Məsələn, bu xanaya mən 2 yazıram, enter aşağı növbəti xana 5 yazıram, sağa doğru xanada keçmək istəyirəmsə tabdan istifadə edirəm, məsələn 6 yazıram, yuxarı shift enterlə biz yuxarı hissəyə keçid edə bilərik, məsələn 7 yazıram, gəlirəm onun sağ hissəsinə. Baxın, bərabər yazandan sonra A1 vurulsun B1. Enter cavabım olur 14. Növbəti hissədə baxın, mən sizə nəyə göstərmək istəyirəm? Ümumiyyətlə, bizdə yadımızda saxlayaq ki, funksiyalar asılı və sərbəst funksiyalar olur. Hal-hazırda mən sizə keçdiyim asılıdır. Kimdən asılıdır? S1 xanasının qiyməti A1-dən və B1-dən asılıdır. Deməli, 14 tapdığım cavab asılıdır A1 və B1-dən. Mən gəlsəm A1-in qiymətini dəyişsəm, burada tutaq ki 9 yazsam, avtomatik olaraq qiymət də dəyişmiş olacaq. Bəs sərbəst nədir? Mən burada bərabər yaza bilərəm. Tutaq ki 5 vurulsun 6. Yəni cavab 30 ala bilərəm. Yenə də qeyd elədiyim kimi bərabər qoyub 5-i mən 30-a da vura bilərəm, 5-i mən 6-ya vura bilərəm, yenə 30 qiymət ala bilərəm. Bu xanadan fərqi nədir? Bu xanada olan funksiyamız aslıdır. Yəni 30 kimdən asılı oldu? A2-dən və B2-dən, amma buradakı 30 isə sərbəstdir. Yəni mən gəlib bu 6-nı 60 etməyənə qədər onun qiyməti dəyişmir. Ümumiyyətlə, çalışın klaviaturadan istifadə edin. Enterlə aşağı, shift enterlə yuxarı sətrə keçirik. Tabla sağa doğru hərəkət edirik. Deməli, bunları mütləq özümüz üçün qeyd edirik. Shift tabı isə sola doğru hərəkətdir. Bundan başqa bizim idarə etmə düymələrimiz var idi klaviaturada. İdarə etmə düymələrimiz 8 dənə idi. Sağa, sola, sağa, yuxarı, aşağı, end, home, peg up və bir də peg down. Deməli, bundan başqa qeyd elədiyimiz kimi mən hər hansı bir xanadayam. Sağa, aşağı keçid etmək istəyirəm, enterdir. Yuxarı keçid etmək istəyirəm, yuxarı shift enterdir. Enter. Sağa doğru tabdır. Sola doğru isə shift tabdır. Ümid edirəm ki, aydındır. Asılı xana, deməli, bir də asılı funksiya və sərbəst funksiyanı da özünüz üçün qeydiyyata alarsınız. Mən indi ən birinci xanadayam. Ən kiçik xanamız hansı xanadır? A1 xanasıdır. A isə ən kiçik sütunumuzdur. Ən böyük sütunumuza necə gedirik? Kontrol basılı halda sağa doğru oxdan istifadə edirik. Deməli, amma getmir. Harada qaldı? S1-də qaldı. Deməli, mən hansı xanaya məzmun daxilləmişəmsə, kontrol sağa doğru ox məni ora aparır. İndi baxın, mən indi bu hissəni təmizləyirəm, delete edirəm. Birinci A1 xanasındayım. Kontrol sağa doğru oxdan istifadə edirəm. Məni XFD-yə aparır.
Ekranda da yəqin görə bilirsiniz. İndi mən aşağı doğru, kontrol aşağı doğru oxdan istifadə etsəm, məni ən sonuncu sətrə aparacaq. 1.048.576. Yenidən birinci xanaya qayıtmaq istəyirəm. Sola doğru və sağa doğru kontrol basılı halda istifadə edə bilərəm. Bu qeyd elədiyim kimi ümumi interfeys idi. Hər bir deməli izahı kiçik-kiçik sizin üçün videolar şəklində yerləşdirib atacağam. Hələlik sağ olun.